Konserv məhsullarının qiymətində olan artımlar, mağazalarda, bazarlarda satılan konserv məhsullarından danışırıqsa, burada müxtəlif səbəblər ola bilər. Birinci səbəblər konserva hazırlanan məhsulların pomidordur, müxtəlif tərəvəzlərdir, balıqdır, ətdir. Bu kimi məhsulların qiymətinin artımı həm pərakəndəsin, həm topdanının artımında olan fərq bu birbaşa konserv məhsullarının özünə təsir edəcək. Bir il bundan əvvəl 10 manata alınan 1 kiloqram ətdən hazırlanmış konserva əgər satılırsa 3 manata, 4 manata və bu günlərin qiymət fərqini nəzərə alsaq 16-17 manata, təbii ki, 1 kiloqramı satılan ətin konservası ilə bunun arasında fərq olacaq. Artıq bu 6 manata, 7 manata təklif olunacaq. Bu başa düşüləndir, çünki qiymət artımı birbaşa olaraq ondan hazırlanan məhsullarda, konserv məhsullarında da təsir göstərir. Digər bir məsələ, konservanın məhsulların hazırlandığı materialların qiymətinə fərq olarsa, etiketlənməsində qiymət artımı olarsa, təbii ki, burada da artıq həmin o mal materiallarda olan fərq də, qiymət artımı da yenə konservanın özünə qiymətin artımına gətirib çıxardacaq. Digər bir məsələ ithal məhsullarında. Əgər logistik xərclərin artması, gömrük xərclərinin artması nəzərə alınarsa, bu baxımdan da yenə də konserv məhsullarının qiymətində artım olacaq. Bunlar bəlli artımlardır. Bunlar məhsulun qiymətindən dolayı, xam malın qiymətindən dolayı qalxan artımlar ola bilir.